آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bəhsimiz bu məsələdə idi ki, görəsən, əmr mütəlləq olanda, yəni əmrin mütəlləqi təbiətdir ya təbiətin fərdləridir. Dedi ki, və alə həzə, bu cümlədə qalmış, və alə həzə fəttabiyyətu bima hiyə mütəlləqətun lit-tələbi vəl-bə'th. Deyir ki, onda təbiət bima hiyə, yəni olduğu kimi. Təbiət olduğu kimi necədirsə, həmən öz forması ilə, yəni müşəxxəsatı ilə yox. Müşəxxəsatı ləvaziməsi ilə yox. Təbiət özü ilə əmrin mütəlləqidir, tələbin və bə'si mütəlləqidir. Və bizəlikə yu'ləm ənə mütəlləqəz-zəcri fin-nəhy huvə nəfsu mütəlləqil-əmri əy-təbiyə. Beləcə, buradan aydın olur ki, onda nəhy siğəsində də zəcrin mütəlləqi təbiətdir, fərdlər deyil. Yəni, şari-i müqəddəs deyəndə ki, la təqrəbuz zina, ya məsələn, la təşrəbul xəmr, araq içmə, zina eləmə, rüşvət alma, zülm eləmə, onu elə, qeybət eləmə, bunu eləmə, onu eləmə. Bu nəhiylərdəki zəcr var, yəni saxlamaq var, geri çəkmək var. Onların da mütəlləqi nədir? Təbiətdir, fərd deyil. Və bizəlikə yu'ləm ənə mütəlləqiz zəcr fin-nəhy və nəfsu mütəlləqil-əmr əy-təbiyə. Vəl-hasil ənə muhassilil-gərad huvəl-muhaddəd li-mevdu'il-əmr. Huvəl-muhaddid li-mevdu'il-əmr. İsmi fail oxuyaq. Vəl-hasil, xülasətül-kəlam bunu deyə bilər ki, ənə muhassilil-gərad, şarinin qərəzin təhsil eləyən huvəl-muhaddid li-mevdu'il-əmr. Əmrin mövzusu məhdud eləyəndir, mühəddəd təyin eləyəndir. Əmrin mövzusunu nə təyin eləyirsə, şarinin də qərəzinə o daxildir. Mühassil. Şarinin qərəzin təhsil eləyən huvəl-muhaddid li-mevdu'il-əmr. Əmrin mövzusun belə deyək, çərçivəyə alandır, təhdid edəndir. Və qəd ərəftə ənəl muhassil huvə nəfsut təbiə ləl-müşəxxisat. Və bildin ki, həmən o qərəzi təhsil eləyən təbiətin özüdür, müşəxxisatı deyil. Nə idi o müşəxxisat? Kəz-zəmani vəl-məkani və sairi əvaridi təbiə. Zaman, məkan, nə bilim deyək, yer, halət ki, təbiətin üzərinə üz gətirir. Həmən o müşəxxisatlar deyil, təbiətin özüdür. Səmərətul məsələ. Yaxşı, bu məsələni nə üçün oxuyuruq? Yəni, bu bəhsə niyə daxil oluruq ki, görəsən, şarinin əmrinin mütəlləqi təbiətdir ya fərddir? Bunu niyə oxuyuruq? Nə faydası var bizə? Deyir ki, faydası burasındadır. Əgər bir nəfər dəstəmaz alır, məsələn, yay günlü dəstəmaz alır. Əsl dəstəmaz almaqdan məqsədi ilə ibadətdir. Allah ibadət eləməkdir, onunla namaz qılmaqdır. Amma krantın isti suyunu da aça bilərdi, soyuq suyunu da aça bilərdi. Soyuq suyu açır ki, hava istidir, biraz da ləzzət eləsin. Rahat dəstəmaz alsın. Əsl dəstəmazdan məqsədi Allah üçündür. Amma soyuq suyla almaqdan məqsədi bədəninə görə, bədəninə rahatlıq verməkdir. Əgər desək, şarinin əmrinin mütəlləqi təbiətdir, onda bu dəstəmaz səhiyyə olacaq. Çünki müşəxxisat daxil deyil, isti suyla, soyuq suyla olma, o mətləbə dəxli yox idi. Əsl dəstəmazı ki, Allah üçün alırdı, Allaha yaxınlaşmaq üçün alırdı, dəstəmaz düzdür, ibadət də düz olacaq. Baxmayaraq ki, soyuq suyla da sərinlənmək istəyirdi. Amma əgər desək ki, yox, şarədən yönələn əmrin mütəlləqi təbiət yox, müşəxxəsatı ilə birdə olan fərddir. Onda bu dəstəmazın bir hissəsi, əgər dəstəmaz hissəsi Allah üçündürsə, müşəxxisat hissəsi, yəni sərin ya isti su ilə olmaq isə
Nəfsinə görə ki, rahatlanım, onda Allahın ibadətinə şirk qoşdu, qatıma qarışıq elədi, onda gəl ki, ibadət batıl olsun, ya dəstəmaz batıl olsun, çünki ibadət gərək Allah üçün olsun. Əgər Allahdan başqası üçün olarsa və yaxud Allah ilə birgə başqasına qarışdırarsa o ibadətə və la tuşrik bi ibadəti rabbikə əhəda. Rəbbinin ibadətinə heç kəsi şərik qoşma. Onda bu gətirdi, Allahın da razılığını dəstəmazın içinə saldı, öz nəfsinin də razılığını ki, soyuq suyla olsun ki, rahat dəstəmaz alıb. Deməli, onda fikir səmərəsi var imiş. Səmərətul məsələ. Təzhəru səmərə fi babil damaim. Bu bəhsin səmərəsi, faydası damimə bəhsində aydın olur. Bu bəhsin səmərəsi damimə bəhsində özün büruzə verir. Damimə yəni nədir? Əsl feil və bir də onun bövründən qoşulan. Dəstəmaz əsl feildir, damimə bövründən qoşulan məsələn deyil, sərinləşmək. Ta ki, deyək, məsələn, namaz qılacaqdır burada, bu otaqda kondisioner yoxdur. Gedir o otaqda, məsələn deyir, o otağı keçib namaz qılmaqda məqsədi həm namazdır, həm də sərin yerdə qılmaqdır, sərinlənməkdir. Onu deyil, damimə. Kəma izə təvadda fisseyf bima'in barid. Yay günündə sərin su ilə dəstəmaz alır ki, nədir? Və qəsədəl qurbə fi əslil vudu. Əsl dəstəmazdan məqsədi Allaha yaxınlaşmaqdır. Amma soyuq su ilə dəstəmaz almaqdansa bədəni sərinlənsin. Təvadda fisseyf bima'in barid. Soyuq su ilə dəstəmaz alır və qəsədəl qurbə fi əslil vudu. Əsl dəstəmazda Allahı xatırlayır, Allaha yaxınlaşmaq istəyir. La fil damimədə isə yox, özünü sərinlətmək istəyir. Fələv qulna bi təalluqil əmri bit tabai' ləkəfa vücudul qurbə fi əslil vudu bil ma və in ləm yəqsudul qurbə fil damaim. Əgər desək ki, əmrun mütəlləqi, əmr mütəlləq olur təbiətin özünə, onda zəmimənin Allahdan başqa məqsəd üçün olmağının dəstəmaza xələli yoxdur, dəstəmaza zərəri yoxdur. İndiki əsl dəstəmaz Allah üçündür, soyuq su ilə olmaq ki, öz nəfsini rahat eləmək üçündür, bədənin soyutmaq üçündür, dəstəmaza xələl gətirməz, dəstəmaz batıl olmaz. Və əmmə ləv qulna bi təalluqihi Amma əgər deyək və əmmə qulna bi təalluqi mudafən ilə tabiə bil əfrad. Əgər desək təbiətdən əlavə fərdlərə də mütəlləq olur. Şariədən yönələn əmr təbiətə və təbiətin fərdlərinə qonur. Onun üzərinə gəlib düşür, onun üzərində yerləşir. Əy ləvazim, o ətrafında onun lazım olan şeylərə də əlaqə tapır. Ləbataləl vudu, onda bu dəstəmaz batildir. Liədəmi qəsdil qurbə fiyha, çünki burada qəsdi qurbə yoxdur. Bəlli əcli təbrid məsələn, çünki burada sərinlənmək məqsədi olubdur. Sonra Şeyx Cəfər Subhani burada ötən dərsə, yəni o səmərədən qabaq ki, bəhs eləyirdi, görəsən, təbiətə mütəlləq deyə fərdə. Deyir, bəzi hallarda görürsən, bəzi hallarda fərd sözü ilə mistaq sözünü deyir, qarışdırırlar. Elə bilirlər ki, fərd yəni mistaq deyir, yox. İstər təbiət olsun, istər fərd olsun, hər ikisi məfhum kullidir. Mistaq isə məfhum cüzidir, müşəxəsdir xaricdə. Bu bəhsdə deyir ki, bəzi alimlər xəta edirlər. Elə bilər ki, söhbət təbiətin müqabilində mistaqdan gedir. Yox, mistaqdan getmir. Sanki zehində iki dənə kulli məfhum var. Biri təbiət, bir də müşəxəsatı ilə bir yerdə olan təbiət ki, onun adından fərd qoyublar. Demək, zehində bir tabiə vardı. At-tabiə, məfhum kullidir. Bir dənə də məfhum kulli var, həmən təbiə müşəxəsatı ilə birlikdə. Yəni, çöldəki, xaricdəki mistaqdan söhbət getmir. Niyə? Çünki çöldəki mistaq musqitun lit təklifdir. Biz isə musqitdən danışmırıq, mütəlləqindən danışırıq. Gərək ki, əvvəlcə şariədən bir hökm gəlib nəyinsə üzərində otursun, sonra bizim çöldə icra etdiyimiz namazdır, oruzdur, hər nədirsə onu isqat eləsin. Çöldəki mistaq musqitdir, təklifin isqat eləyənidir. Biz isə təklifin mütəlləqini axtarırıq ki, mütəlləq fərddir ya təbiədir. Təfsirun xati lil fərdi və fil məqam. Deyir ki, bu məqamda, yəni bu bəhsdə fərdin yanlış bir təsəvvürü, təfsiri. Na'am rubbama yufəssərul fərd bil fərdil xaricə vel mistaq minət tabiyyəti. Bəzi hallarda görürsən elə başa düşərlər ki, güya məqsəd xaricdəki fərd, yəni mistaqdır. Təbiətin xaricdəki mistaqı və fərdidir.
ve yuqal hal əmr yetəallaku bil mefhumil kulli kəs-salat əv yetəallaku bil fərdil xarici. Və belə deyirlər. Görəsən, məsələn, namaz məfhumu nədir? Namaz olan əmr. Məfhum kulliyə salat sözünün məfhum kullisinə mütəlləq olur, yaxud da ki, xaricdə qılınan həmin o namaza, xarici fərdinə, xarici misdaqına Əlləzi yəmtəsilu bihil mükəlləf, hansı ki, mükəlləf onu çöldə icra eləyir. Bəzən belə ki, əqimis salat əmri görəsən namazın məfhum kullisinə mütəlləqdir ya çöldə fərdin qıldığı namaza hansıdır? Lakinnəhu təfsirun xati, amma bu təfsir yanlış təfsirdir. Liənnəl fərdə bihazəl məna la yətəhəqqəq illa fil xaric. Deyir, çünki həmən o çöldə mükəlləfin qıldığı namaz, tutduğu oruc, getdiyi həc, bunlar hamısı çöldə baş verən şeylərdilər. Allahın hökmləri çöldə baş verən üzərinə mütəlləq olmur ki, o şəriətdə sadir olur. Sadir olursa əvvəlcə bir mütəlləqi olmalıdır. Həmən mütəlləqə təəlluq tapandan sonra ki, feiliyyətə çevrildi, bütün şərtlər doğruldu, mükəlləf durub xaricdə icra edir, imtisal məqamında həmin o təklifi isqat eləyir. Biz təklifin musqitindən danışmırıq, təklifin mütəəlləqindən danışırıq. Lakinnəhu təfsirun xati. Liənnəl fərdə bihazəl mə'na la yətəhəqqəq illa fil xaric. Çünki deyir, həmən o xaricdəki misdaq ki vardı, ancaq çöldə təhəqqüq tapa bilər. Həmən o fərd, əgər məqsədimiz xaricdəki misdaqdır, ancaq çöldə ola bilər. Və huvə zarifu suquti təklif. Və o da təklifin saqit olma, mükəlləfin boyundan düşmə şəraitidir, onun zərfidir, o qabdır bir. Və leysə zarifən li urudihi, uruzun zərfi deyil. Yəni belə deyək də, həmən o çöldə qılınan namaz boynumuzda oturmuş, hazır olan təklifi ortadan qaldırmaq üçündür. Biz isə deyirik, boynumuzda nəyin üstünə oturur? Lora dildə deyirəm. Elə bir sanki öydən bir təklif gələcəkdi, mənim boynuma, mükəlləf ola boynuma minəcəkdi o təklif. Mən ondan soruşuram ki, o gələndə mənim boynumda nəyin üzərinə oturur? Təbiətin üzərinə oturur, ya fərdin üzərinə. Amma çöldə mənim qılacağım namaz, tutacağım oruc, həmin o boynumdakı təklifi götürmək üçün olan bir zərfidir, bir şeydir. Biz onu soruşmuruq. Biz soruşuruq ki, təklif gələndə mövladan nəyin üzərində oturur? Nəyin üzərinə mütəlləq olur? Nəyə əlaqə tapır? Və leysə zarifən li'urudihi vəl bəhs innəmə huvə fi mə'rudi təklif la fi ma yəsqutu bih. Ona görə də bu bəhsdə bizim araşdırdığımız, sorduğumuz, maraqlandığımız təklifin nəyə mütəlləq olduğudur, nəyin üzərində oturmağıdır, nəyin ki, hansı şeyin vasitəsi ilə saqit olur. Çöldə qıldığımız namaz muskitdir. Biz də mütəlləqi soruşuruq. Bəlil murad minəl fərd fil məqam huvə tabi'a məl əvarid vəl-müşəxisat kəma məsəlna. Bəlkə bizim məqsədimiz, yəni üsulçuların həqiqi məqsədi bu məqamda, bu bəhsdə təbiət, amma sırf özü yox, müşəxəsatı və əvaridi ilə birlikdə ətrafında olan ləvazimlərlə, özəllikləri ilə, onu xüsusiləşdirən bir sıra xüsusiyyətlərlə birgə olan təbiətdir, xaricdəki misdaqı deyil. Bəlil murad minəl fərd fil məqam huvə tabiə məl-əvarid vəl-müşəxisat. Təbiət öz əvarizlərinə və müşəxisatına ondan danışır. Kəma məsəlna və huma kət-tabiə minəl umuril kulliyyə və onlar da, yəni həmən o müşəxisat və əvariz də kət-tabiə minəl umuril kulliyyə. O müşəxisat və o əvariz də elə təbiətin özü kimi məfahim kulliyyədən cüz'idir. Amma xaricdə qılınan namaz artıq müşəxəsdir, müəyyəndir və misdaqdır və misdaq olduğu üçün də cüz'idir, məfhum cüz'idir, kulli deyil. Deməli onda qarışdırmayan, misdaq başqa şeydir. Tabiən mə müşəxisati və əvaridihi isə o məfhum kullidir. Deməli onda fərq deyəndə məqsədimiz misdaq deyil. Nəam, əl-murad minəl fərd fi məbhəsi ictimai əmri və nəhi indəl qayi bil-ictima vəl-fərdul xarici. Deyir, bəli, qarışdırma, bu bəhs, yəni hansı bəhs görəsən, həl mütəəlləqul əmr huvət tabiə əvil fərd, bu bir bəhsdir, üsuli bir bəhsdir, üsuli bir məsələdir. Məsələtun min məsail üsuliyyədir. Bu bəhsdə təbiət və fərd anlayışı deyəndə fərddən məqsədimiz məfhum kullidir. Başqa bir yerdə də fərddən danışırıq, ictimai əmri və nəhi, yəni məsələn deyək, məşhur misalları qəsbi yerdə namaz qılmaq.
bir nəfərin evin qəsb eləyib, orada namaz qılır. Qəsb formasına baxanda günahdır, qəsbdir. Namaz baxımından baxsan itaətli və ibadətli namazdır. Eyni bir feil. Əyilib düzəlmək həm namaz ünvanı daşıyır, həm də qəsb ünvanı daşıyır. Orada fərddən danışanda ki, eyni bir fərdlə cəmləşir, xarici misdaqdan danışırlar. Kulli məfhumdan yox. Qarışdırma. İctimaul əmri və nəhi bəhsini əgər qəbul eləsə bir müştəhid, onda fərd xaricidən, yəni misdaqdan danışır. Orada fərddən məqsəd misdaqdır. Burada isə fərddən məqsəd məfhum kullidir və belə də xarici şeydən danışmayıbdır. Qarışdırma deyim istilahları. نعم المراد من الفرد في مباحث اجتماع الأمر والنهي عند القائل بالامتناع هو الفرد الخارجي. Deyir, ictimal əmr və nəhi bəhsində o müştəhid ki, deyir, əmr və nəhi bir yerə cəm olmaz, mümtəni'dir. Orada onların məqsədi ki, mümtəni deyəndə məqsədləri fərdi xaricidir. Vəl misdaqil muayyen minət təbiyə. Təbiətin xaricdən müəyyən olmuş bir misdaqıdır. Fəhfəz zəlikə liəllə yəxtəlitəl istilahan fil məqameyni aleyk. Bu dediklərimdə qəşəng yadında saxla ki, istilahlar zehnini qarışdırmasın. İşte, istilahlar sənin üçün qarışmasın ki, aləmi bir-birinə vurmayasan. Deməli, onda bu bəhsimizdə ki, bizim hal-hazırda varıq, yəni təbiətin mütəlləq olduğu şey nədir? Orada bir fərd deyil, təbiədir. Amma orada ictimail əmr və nəhi bəhsində fərddən məqsəd misdaqdır. الفصل الثاني عشر التخيير بين الأقل والأكثر. 12-ci fəsil. Az və çox arasında təxyir. Heç şübhəsiz ki, şəriətdə bir sıra məsələlərdə təxyir vardır. Məsələn, bir nəfər əgər Ramazan ayında orucunu sındırıb, boynuna kəffarə gəlib. Şəriət deyir ki, 3 seçimdən birini elə, ya qul azad elə, ya 60 gün oruc tut, ya 60 fəqirə yemək ver. Deməli, onda bu cür baxanda biri tamamilə başqa həqiqətlərlə, biri qul bazara gedib qul azad edirsən, birində ac qalırsan, birində yemək versən, başqa şeylərlə. Buna deyilən mütəbayin. Umurun mütəbayinə. Umur mütəbayinə arasındakı təxyir həm əqlən, həm şər'ən mümkündür, heç problemi yoxdur. Əql də buna icazə verir, şəriət də buna icazə verir və heç bir problem də yoxdur. Əgər hər hansı bir dəlil dəlalət edir ki, mütəbayinlərin arasında hansını seçirsən, seç, özün bilərsən. İstəyirsən günorta namazını qıl, istəyirsən cümə namazını qıl. Cümə günündə zöhrü vaxtı günorta namazı qıl və yaxud da ki, deyək, cümə namazı qıl, sənin əlindədir. Və yaxud 3-cü, 4-cü rükətdə istəyirsən əlhəmdülillah oxu, ya istəyirsən təsbihat-ı ərbədir, seçim sənindir. Bunlar mütəbayin şeylərin arasında təxyirdir. Yəni, bir-birindən ortaq nöqtəsi olmayan başqa həqiqətlər arasında. Bizim bu bəhsdə araşdırmaq istədiyimiz bundan ibarətdir. Görəsən, əqəl və əksər arasında təxyir mümkündürmü? Yəni, görəsən, belə bir şey ola bilərmi? Şəriət desin ki, 3-cü, 4-cü rükətdə ixtiyar sahibisən, istəyirsən bir təsbihat-ı ərbədir və yaxud da ki, istəyirsən 3 dənə təsbihat-ı ərbədir. Təsbihat-ı ərbədir bir dəfədir ya 3 dəfədir. Məşhur nəzər deyək ki, mümkün son dövrün müştəhidlər arasında məşhur nəzər budur ki, bir dəfə vacibdir, 3 dəfə deyək, ehtiyat müstəhəbdir və yaxud da ki, müstəhəbdir. Ola bilərmi ki, məsələn deyək, belə bir şey olsun ki, şəriət bizdən istəyib ki, təxyir eləyək, bir dəfəndə seçsə düz eləmişik, 3 dəfəndə, amma hər ikisi vacibin misdaqı olaraq müstəhəbdən danışmırıq ki, biri vacibdir, o birilər müstəhəbdir, ondan danışmırıq. Bir dənə seçim budur ki, birində seçsöy vacibdir, 3 dənə seçsöy vacibdir. Bunlar bir-birindən nədirlər? Elə bir ki, qarşı-qarşıdırlar. Təxyirin tərəfləridirlər. Amma biri azdır, biri çox. Yaxşı, şübhə hardan irəli gəlib? Niyə görə bu zehnimizə bu şübhə gəlib? Yəni, üsulçuların zehninə bu şübhə gəlib. Çünki, əgər desək, azla çoxun arasında təxyir var, çünki hər bir çoxu azdan ibarətdə, ya bir dəfə deyəcəm, ya 3 dəfə. İndi mən 3 dəfəni seçdim. Ya bir dəfəni yox, 3 dəfəni seçdim. 3 dəfənin içində onsuz da bir dəfə deyəndə artıq o bir təhəqqüq tapdı da. Onda o çox təhəqqüq tapa bilməyəcək axı. Birinci təsbihat-ı ərbəni deyəndə artıq tərəflərdən biri hasil oldu. Onda yerdə qalan ikisi nə olacaq?
artıq o seçim ixtiyarda olan şey olmayacaq. Ya müstəhəb zikr olacaq, ya məsələn deyək, kənar bir söz olacaq. Çünki hər bir, məsələn deyək, deyirəm 1 ilə 5 arasında seçim elə. Ya 1-i seç, ya 5-i seç. Əgər bu 1 də bu 5-i əmələ gətirən hissələrin içindəsə, bu 1-i seçdimsə, artıq da nə oldu? Seçimlərdən 1-2-1-in özü idi, baş verdi, tutdu. Da bu yerdə qalan 4 artıq nədir? Fayda verməz, seçim əmələ gəlməyəcək. Bu şübhə gəlib alimlərin zehninə. Ət-təxiru beynəl əqəlli vəl-əksər. La işkalə fit-təxir beynəl mütəbayinin, kəma huvəl-hal fil-xisal-il kəffarə. Deyir ki, mütəbayin arasında təxir eləməkdə zərrə qədər şübhə yoxdur. Necə ki, kəffarənin növləri barəsində ki, danışdıq. İnnəməl işkal fi cəvazi beynəl əksəri, beynəl əqəlli vəl-əksər. Kət-təxiril musalli beynəl belə oxuyum. Və innəməl işkal fi cəvazi beynəl əqəlli vəl-əksəri kət-təxiril musalli beynə təsbihətin vahidə əv thəlas təsbihat. O ki də işkal varid olubdu və belə deyək, alimlər arasında niqaş vaqi olub, az və çox arasında olan təxirdir. Necə ki, namaz qılanın 3-cü və 4-cü rükətdə deyəcəyi 1 və yaxud da ki, 3 təsbihatı ərbə arasında olan təxir kimi. Və zəlikə li'annəl əqəllə yəhsəlu daimən qəbləl əksər fəyəsqutu bihil əmr. Çünki əgər sən yuxarını seçdinsə, azı yox, çoxu seçdinsə, çoxun içində az var axı, o birinci mərtəbəsi, yəni birinci təsbihat baş verəndə, onda o biri təxirin o biri tərəfi təhəqqüq tapdı. Təxir də o deməkdir ki, ikisindən birini seç, onda ikisindən biri oldusa, da qutardı, o birisi, onun əksər heç vaxt baş verməyəcək. Həmişə əqəl baş verəcək. Çünki birinci mərhələni keçəndə artıq əqəl baş tutdu və o yerdə qalanlar artıq bir şeylər olacaq. Və liəcli zəlikə, deyir ki, və la harada qaldı? Liənnəl əqəl yəhsəlu daimən qəbləl əksər fəyəsqutu bihil əmr. Çünki həmişə əksərdən qabaq əqəl təhəqqüq tapır, ondan da əmr ortadan gedən əmr saqit olur. Və la təsilu nəvbə iləl imtisal bil əksər. Onda heç vaxt o əksəri yerinə yetirmək mümkün olmayacaq. Və liəcli zəlikə humilə zayd ələ təsbihəl vahidə ələ ictimail vacibi mə'əl müstəhəb. Ona görə də deyir ki, və liəcli zəlikə humilə zayd ələ təsbihəl vahidə, bir dənədən artıq təsbih olan əmrlər həml olunub nəyə? Ələ ictimail vacibi mə'əl müstəhəb. Vaciblə müstəhəbin cəm olmağını, yəni biri vacibdir, o biriləri də müstəhəbdir. Yəni, o rivayətlər ki, gəlib ya 1-dir, ya 3-dir, biri də seçə bilərsən, 3-ü də seçə bilərsən. Bu o deməkdir ki, yəni biri vacibdir, o birilər müstəhəbdir. Yəni, rivayətləri bu cür həml edə bilər ki, bir hissəsi vacibdir, yəni birinci təsbih vacibdir, ondan yuxarıları isə nədir? Müstəhəbdilər. Və qəd qamə ba'dul muhəqqiqin bitəshihi təxir beynəhuma bil-bəyan tali. Deyir ki, bəzi alimlər, daha doğrusu alimlərdən bəziləri istəyiblər ki, aşağıda deyəcəyimiz qayda formasında, aşağıdakı təhlil əsasında desin ki, yox, əksərdə mümkün, yəni əqəll ilə əksər arasındakı təxir caizdir və mümkündür. Necə? Deyir ki, İzə kanəl əsər mütərəttibən aləl fərdi tam minəl əqəl vəl-fərdi tam fil-əksər. يصح التخيير بين الفرد يصح التخيير بين الفرد الأقل والفرد الأكثر. Deyir ki, bir dəfə deyirik ki, əqəl və əksər arasındakı təxyir, onda siz deyəndir. Onda əksər heç vaxt təhəqqüq tapmayacaq. Çünki məsələn deyək 3 tutmuşamsa, 1 ilə 3 arasında bu bir baş tutandan sonra bir baş tutdu. Artıq tərəflərdən biri aradan getdi və təhəqqüq tapdığı üçün, vəzifəmi icra elədiğim üçün, o birisində də məhəl qalmadı, əmr qalmadı ona. Siz deyəndir. Əgərsə desək ki, təxyir beynəl əqəlli vəl-əksər. Deyim, mən bu cür demirəm. Mən deyirəm, ət-təxyiru beynəl əqəlli tam vəl-əksəri tam. Tam qeydi qoyuram. Belə olan halətdə deyir ki, sanki tərəflər bir-birindən olur, sanki elə bil ki, başqa-başqa şeylər həqiqətlər dönür. Elə bil ki, mütəbayin olurlar. Elə bil ki, mütəbayin olurlar. Başqa-başqa şeylər olurlar. Deməli, onda nə qədər ki, bu üçün biri də, iki də üçü yan yana gəlməyibsə, hələ bu üç özü yoxdur. Təhəqqüq tapmayıb. Tam şəkilini alanda onda nə olacaq? İkinci hissə, yəni müxəyyərin ikinci forması, ikinci bəndi elə bil ki, düzələcək.
Yəni bu biri icra eləmək 3 demək deyil. 3 deyəndə şərt qoyanda tam şərt. Yəni əl-əksər bi qeydi tam. Tam qeydin olanda təxir baş verə bilər. Ona görə deyir ki, İza kanəl əmru mütərəttibən aləl fərdi tam minəl əqəl vəl fərdi tam minəl əksər. Əqəllin də tam fərdin bir tərəfə qoysaq, əksərin tam fərdin, əksərin özün yox, tam fərdin, yəni 3 dənəsi birlikdə bir tərəfə qoysaq, vel əksər, yəsuhu təxir beynəl fərdil əqəl vəl fərdil əksər. Və zəlikə li'annəl əqəllil mövcud fi zimnil əksər. Çünki onda artıq əksərin içindəki o bir, az, la yekunu mistaqan lil vacibil əqəl. Onda vacib əqəl ki vardı, vacibül əqəlli tam, o ondan başqa şeydir. Yəni belə deyək. Bu 3, bu da 1. Bu 1-dir, bu 1 deyil. Bu 1 artıq 3-ün hissəsindəki 1-dir ki, bunları bir-birinin tamamlayıcı hissədir. Bu 1 bu 1-ə oxşasa da bunlar başqa-başqa həqiqətlərlə, bunun özü deyil. Düzdür, sən deyirsən zahirdə Subhanallahi və elhamdülillahi və la ilahə illallahu və allahu əkbər. Cümlənin zahiri quruluşu baxımından elə bu bir dənə də olsa, 3 dənə də olsa eyni söz oxuyursan, amma həqiqətdə başqa şeydir. Niyə? O 3 tərəfin seçəndə birinci, ikinciyə qoşulanda, ikinci, üçüncüyə qoşulanda məcmuəsi bir dənə fərd eləyəcək. Aydın oldu? لأن الأقل الموجود في ضمن الأكثر لا يكون مصداقا للواجب الأقل. Əksərin içindəki o fərd ki az fərdi vardı, o tək qarşı tərəfdə olan fərdin misdaqından deyil. Və innəma yekun misdaqan lahu. Onun o vaxt misdaqı olardı ki, izâ vucidə bihəddihi və bisurəti fərdin müstəqil. Əgər sən müstəqil şəkildə o 3-ün birincisi müstəqil şəkildə baş versəydi, onda onun o bir-birinə bərabər olardı. Və huvə la yetəhəqqəq illa bi faslihi aniz-zaid. Bu da o vaxt olardı ki, ikinci və üçüncüdən ayırasan onu. İkinci, üçüncüdən ayırsan, onda o birinci o biri birə bərabər olacaqdı. Biz də deyirik məcmuəsi tam şəkildə. Və əmma izə vücidə muttasilən məhu, amma əgər həmən o 1, yəni 3-ün içindəki 1, 2-yə, 2-də 3-ə birləşəcəkdir, məcmuəsi istənilibsə, فَلَا يَكُنُ فَرْدًا لِلْأَقَلِّ الْمَأْمُورِ بِهِ. Onda əmr olunmuş o əqəl fərdin misdaqından deyil o. Və in kana misdaqan li zatil əqəl. Deyir, bəli, düzdür həmən o şey, həmən o bu 1, o tək 1-ə oxşayır, amma ondan deyil, onun misdaqından deyil. Ayrılsaydı onun misdaqından ola bilərdi, amma məcmuəsində onun misdaqlarından deyil. Deyir ki, nəam, ləv kanəl əmru mütərəttibən ələ mutlaqil əqəl. Deyir ki, bəli, əgərsə ləv kanəl əmru mütərəttibən ələ mutlaqil əqəl əəmmən yəkunu müstəqillən əv mövcudən. Deyir, birdən əgər yönələn əmr birbaşa əqəllə yönəlsəydi və mütləq şəkildə istər müstəqil olsun, istər başqa bir şeylərin içində olsun. Mütləq şəkildə. Məsələn, desək ki, səbbih bi təsbihətin vahidə. Səbbih təsbihatil ərbəə. Bu cür desək, səbbih təsbihatil ərbəə. Mən deyirəm ki, Subhanallahi və elhamdülillahi və la ilahə illallah və allahu əkbər. Bu mütləq gəlsəydi, yəni istəyir tək başına olsun, ya 3 dənənin içində olsun. Mühüm odur ki, bir dənə de. Nəam, ləv kanəl əmru mütərəttibən ələ mutlaqil əqəl. Əqələ mütləq şəkildə mütərəttib olsaydı, əəmmən yəkuna müstəqillən əv mövcudən fi zimnil əksər. İstər müstəqil şəkildə olsun, ya əksərin zimnində olsun. Fəla yəsuhu təxir. Bu halda təxir mümkün olmayacaqdı. İz la təsilun növbə fi məqamil imtisal ilə imtisal bil əksər. Çünki belə olan halətdə artıq o əksəri imtisal eləmək, əksəri icra eləmək macal qalmayacaqdı. Elə birincisində artıq vəzifə boynundan düşəcəkdi. Mən demişdim, bir dənə təsbihat-ı ərbədir, mən onu demişəm. İstər o tək başına olsun, ya 3 dənənin içində olsun. Axır məndən istənilən şey icra elədimsə, əmr qalmadı, düşdü boynumdan. Məndən istənilən şeyi mən icra elədim. İcra olundusa sonra o böğründən qoşduğum 2 dənə artıq da fayda verməz ki, ona əmr yox idi. O artıq müstəhəb bir zikr ola bilər. Təsbihat-ı ərbə ola bilməyəcək o. Namazın təsbihat-ı ərbəsi ola bilməyəcək. Li'annəl mə'ti bihi, çünki o icra etdiyin şey la yaxlu immən yəkuna fərdən müstəqillən lil əqəl. O dediğim birinci təsbihat-ı ərbə, Subhanallahi və elhamdülillahi və la ilahə illallah və allahu əkbər kağızından qutardı. Bu 2 haldan kənar deyil. İmma ən yəkuna fərdən müstəqillən lil əqəl. Ya əqəllin, müstəqil əqəllin, yəni tək başına müstəqil əqəllin bir fərdidir. Fəyəsqutul əmru bih. Ondan da əmr boynundan düşdü. Əv yəkuna fi zimnil əksər.
Yaxud da ki, əksərin içindəkisidir. Fəyətəhəqqəq qablə təhəqqüqil əksər. Onda elə o birincisini deyən kimi əksərin içində də olsaydı, o səndən qəbul olunurdu. Yaxud səndən qəbul olundu, vəzifə düşdü boynuna. Yerdə qalan ikisi artıq təsbihət ərbənin, namaz üçün lazım olan təsbihət ərbədən sayılmayacaq. Sən boynuna düşən vəzifəni icra elədin. Artıq əksəri icra edə bilməyəcəksən. İcra eləsən deyən o 2 dənə yerdə qalan təsbihət ərbən desən, o təsbihət ərbə sayılmayacaq. Niyə? Çünki sənə əmr olunmuşdu ki, bir dənə təsbihati ərbədir. İstər müstəqildir, istər 3 dənənin içindədir. Əgər deməmişdə, bu mütləq deyilmişdi. Mütləq də o deməkdir ki, yəni müstəqil də olsa səndən qəbuldur, məcmu da olsa o birilərlə birlikdə. Deyirsən ki, ağzından bir dənə təsbihati ərbə qurtardı, qurtaran kimi əgər səndən həqiqətlə bir dənə istənilmişdi, o birə görə boynundan düşdü. Yox, əgər məcmu 3 dənənin içində istənilmişdi, yəni sən icra elədində boynundan düşdü o. Artıq da əksəri icra eləmək üçün məcal qalmadı. Yəni, əksər təhəqqüq tapmamışdan qabaq o əqəl təhəqqüq tapdı və onunla da məsələ həll oldu. Və bir ibarətin uxra, başqa sözlə desək. Yəsuhu təxyir beynəl fərd bişərti la vəl fərd bişərti şey. Deyir ki, belə olan halda, başqa ibarə ilə desək, təxyir bişərti, əgər tərəflərin birinə bişərti ladır, o biri tərəfdə isə bişərti şeydir. Belə olan halda caizdir. Biraz dəqiq ibarədir. İnşallah qalsın gələn dərsə. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyina Muhammedin və alihi tahirin.